Salam dostlar, gününüz xeyirli olsun. Bugünlər sizlərlə birlikdə Kenguru 2024-cü il 3-cü, 4-cü sinif suallarına baxacaq. Elə isə başlayaq. Deməli, birinci sualda soruşur ki, hansı fiqur iki fərqli hissəyə bölünüb? Deməli, burada baxdığımız zaman simmetrik, burada da simmetrikdir. Burada isə nədir? Biri U formasındadır, biri isə tərsinə fırlanmış F hərfinə oxşayır ki, cavabımız avtomatik olaraq nə olur? Y variantı olmuş olur. İkinci sual deyir ki, yanğın söndürən tullanmadan ən azı neçə nərdivan istifadə etməlidir ki, yanğına çata bilsin? Aha, deməli tullanmaq olmaz. O zaman nə edərik? Deməli, bura getmək üçün belə suallarda tərsinə getmək ən yaxşısıdır. Labirint suallarında tərsinə getmək ən yaxşısıdır. Deməli, biz bu yolla getməli. Deməli, 1 çıxdıq, 2 çıxdıq, 3 düşdük. Buradan gəldik. 4, 5, 6 nərdivandan istifadə etməlidir. Yəni çıxdığımızla düşdüyümüzü də saymalıyıq da böyük ehtimalla. 6 dəfə istifadə edirik. Baxaq üçüncü suala. Cədvəl 28 ağ xanadan ibarətdir. İradə 2 sıra və 1 sütunu rəngləyir. Sıra soldan sağadır, sütun yuxarıdan aşağıyadır. Neçə xana ağ rəngdə qalacaq deyib bizə. Deməli baxaq. 2 sıra və 1 sütunu rəngləyir. 2 sıranı rənglədi. Bir də sütunu rənglədi. Neçəsi qaldı? 1, 2, 3, 4, 5, 6-nın 2-yə. 12 ədəd qalıbdır. 3-də oldu nə? C variantı. 11 futbolcu dairəvi formada düzülüblər. Hər bir oyunçu topu özünün solundakı 3-cü oyuncuya ötürə bilir. Bir nömrəli oyunçu oyuna başlayır. Oyun bir oyunçu 2 dəfə topa sahib olduqda bitir. Topu sonuncu dəfə vuran oyunçu hansı nömrəlidir? Hə, yəni topa tamam, eyni adama gəlsə bitəcək deyir bizə. Sonuncu vuran oyunçu hansıdır? Okey, tamam. Bir deməli 4 atdı, 2 dənə ötürüb atmalıdılar da belə anladığımız qədərilə. Mhm. Hə, özünün solundakı 3-cü oyunçu. Tamam, özünün solundakı 3-cü. Bunun solundakı 3-cü oyunçu deməli kimə gələcək top? Gələcək deməli 10-a. 10-dan gələcək 2-yə, 2-dən 5-ə, 5-dən 8-ə, 8-dən 11-ə, 11-dən 3-ə, 3-dən 6-ya, 6-dan 9-a. 9-dan isə təkrar nə edir? 1-ə qayıdır. Axırda da topa vuran deyir. Sonuncu dəfə vuran oyuncu 9 nömrəli oyuncu olacaq. Cavabımız olacaq nə? C variantı. Qəşəng maraqlı sual imiş bu. Bəyəndim mən bu sualı. 5. Məhəmməd 3-dən ardıcıl 4 rəqəmli ədədi sıra ilə yazdı. Onun bacısı bəzi rəqəmləri sildi. Silinmiş rəqəmlər hansılardır? Soldan sağa doğru. Məhəmməd 3 dənə ardıcıl. 3 dənə ardıcıl, hə? Ardıcıl ədəsi deməli bunun əvvəli 48-dir. Çünki buradan əvvəlini görürük. 898 ortadadsa deməli 897 budur. Bu da 898 ise bu 99'du. 97 ise nədir? Budur. Deməli 489, 4 və 99. Aha daha. D variantı olmuş olacaq sualımızın cavabı. Davam. 6. Lalə əşya üçün 7 manat ödədi. Hər əşyanın qiyməti fərqlidir və tam ədədli ifadə olunur. Ən bahalı əşyanın qiyməti nə qədərdir? Qiymətləri fərqli olduğuna görə deməli birinə 1 manat, birinə 2 manat, birinə də nə edibdir? 4 manat ödəyibdir. Ən kiçik bunları ala bildik də biz. Çünki deyir ki, fərqli olmalıdır qiymətləri və birinin ən bahalı olmasını istəyir bizdən. O zaman da sırayla yazıb 3-cünü ən çoxa qoyuruq. Bu tipli sualların hamısında biz bu yolu seçirik. Yəni davam. Pişik verilmiş konstruksiyadan bir kub bir yerə salır. Pişik verilmiş konstruksiyadan bir kubu yerə salır. Aha. Kub yerə salınmamış təmir konstruksiya necə görünə bilərdi? Tamam, baxaq görə bu hardan düşmüş ola bilər? Buradan düşmüş ola bilər, buradan düşmüş ola bilər. Əgər buradan düşübsə, burada fikir versə 2-dən kub artıqdır, düzdürmü? Belə bir ki, ikisinin yerini dəyişiblər. A ola bilməz. Birin yerə salıbsa əgər. Sonra bu gördüyünüz kimi olan çox dəyişikliyi var.
C-də deməli görürsüz ki, C-də də həm bu artıbdır, həm də öndəki midən artırıblar. Y-yə baxaq. Y-dəki ola bilər. Çünki deməli kub məsələn buradaymış ki, gördüyünüz kimi yerə salınıbdır. Yəni ya burada ola bilər, ya burada, burada. Harda olduğunun fərqi yoxdur. Əsas odur ki, biz bu kubu əlavə edəndə konstruksiyaya cəmi bir dənəsini əlavə eləməliydik. Yoxsa bunlar kimi yox. Digərlərində bir neçəsini birdən əlavə ediblər. O səbəbdən də səhv olur. Alex'in divarında kenguru posteri var. Aha. Posterin arxasında neçə ədəd boz xana var. Baxaq. Deməli, bir boz, bir ağ deyə gedir. Deməli, bu hissəyə ağ düşür. Düzdürmü? Ağla başlayır bu hissə. Say olaraq baxdığımızda, deməli, bir dəfə dördlü, bir dəfə isə beşli düşür də, düzdürmü? O zaman deməli, 1, 2, 3, 4, 5, 6 dənə burada xana var. Bozla başlayıb ağla bitəcək. 6 ədəd xana. Bura bozla başlayıb bozla bitən. Yəni 5 dənə boz düşür o zaman burada. 1, 2, 3, 4-dür. 6. Ağ da deməli 1 ağ, 2 ağ, 3 ağ, 4 ağ düşür. Yox, boz 5 dənə düşə bilirmiş maksimum. 1 3 1 4 1 3 düşür, 1 5 düşür. Sıra deməli ağların sırasında da. Ağların sırasında 3 dənə, 4 dənə, 3 dənə, 4 dənə, 3 dənə, sonda da nə edəcək? 4 dənə düşmüş olacaq. 1 2 3 dənə 4-üm. 12 isə gəlsin 9 21 dənə olmuş olur. Boz olmuş olur. Növbət sola keçək. Antonio və Lucian qəpik atırlar. Aha, əgər uşaq bənövşəyi tərəfi görürsə, 3 addım irəli gedir. Əgər yaşıl tərəfi görürsə, ya bir addım geri gedir, ya da olduğu yerdə dayanır. Hər ikisi bir ədədinin qarşısında oyuna başlayır və hər biri 4 dəfə qəpik atır. Antonio 4 ədədinə, Lucian isə 8 atı bilir. Onlar ikisi birlikdə ümumi neçə dəfə yaşıl tərəfi gördülər. Biri deməli Antonio 4 ədədinə, Lucian isə 8 ədədinə sızır. Hani bu 2-dədir yəni. Bu niyə belədir? Hər ikisi birdən sağa doğru gediblər. Tamam. Yerlərini də səhv veriblər. Lucia qız deyil. Lucia deməli hardadır? Antonio 4-dədir. Antonio burada olmalıdır deyir. Antonio 4-dədir. Lucia isə 11-də. Uy. 11 deyir. 11-dədir. Ha. Hər ikisi birdən qarşısında oyuna başlayıb hər biri 4 dəfə qəpik atır. Ha, 8 ya 11 də deyilmiş. 8-ə satılmış Lucia. Ha, 11 söz nereden geliyor bilmirəm. 11 rəqəmini. Ədədini 3 dəfəyə tapdım. Yaxşı. Bir qəpiyə atdılar. Tamam. Deməli, ya 3 addım irəliyə gedəcəklər, ya 1 addım geriyə doğru getmədilər, ya da nə etmədilər? Yerlərində durmalıdılar. Əgər ki yaşılı görərlərsə. 8-ə gedib çıxdığına görə ən azından 2 dəfə bənövşəyi, 2 dəfə də deməli 2, 3 dəfə bənövşəyi atar, 9 olar, bir dəfə də yaşıl atar, düzdürmü? Lucia deməli nə edibdim? Bənövşəyi atıb ki 3 3 3 9 olub. Bir dəfə də geriyə dönmək üçün yaşıl atıb. Yəni bu 100% bir dənəsi var. Onlar ikisi birlikdə ümumi olaraq neçə dəfə yaşıl tərəfi gördülər deyir. Gələk indi Antonio. Antonio əgər 4-ə gəlibsə, deməli o da 2 dəfə bənövşəyə atar ki 3 3 6-ya gəlsin. Sonra da 2 dəfə yaşıl atar ki göyə gəlsin. Ümumilikdə nə edirlər? 3 dəfə yaşlaşmış olurlar. C variantı. Yəni burada əsas prinsip bunların unutmamaq lazımdır ki, bənövşəyi nə qədər çox atsaq o qədər elə gedib sonra yaşlatmaq lazımdır ki, geriyə qayıdaq. Bu prinsiplə tapa bilirik. 3 dənə 3 3 3 getdi 9-a, bir dəfə də yaşıl atdı. Yaşılla nə edirdi? Bir dənə geriyə qayıdırdı da. 9 dənə getdi, bir də geriyə qayıtdı. 8 də bu oldu. Bu da 3 3 6 dənə getdi, sonra 1 1 geriyə doğru qayıtdı ki, gəlib 4-ə sata bilsin. İkisini də birlikdə edirlər. 3 dəfə istifadə eləmiş, 3 dəfə görmüş oldular. Masada 5 növ meyvə var. Alim üzümü sevir, Babək falan sevir, Cavid falan sevir, David falan. Meyvələr uşaqlar arasında elə bölünür ki, hər uşaq da fərqli növdə meyvə alır və hər birinə sevdiyi meyvə düşür. Babəkə nə düşür deyir. Tamam. Alim zaten
Üzümü sevir, düzdürmü? Üzüm getdi. Alim təkcə bunu sevir. Babək ilə bunların 5-ini də sevir. Babəki gəlin axıra saxlayaq. Deməli, Elnur bu ikisini sevir. Davud da bu ikisini. Aha, bir-birlərinə ayrı-ayrı. Üzümü vermişik deyə Davuda, alimə üzümü vermişik deyə Davuda üzüm çatmayacaq, düzdürmü? Məcbur Davud nə edəcək? Bananı götürəcək. Banan da getdi. Deməli, çiyələklə Alıbalı qalıb. Bunların ikisini də Elnur sevir. Deməli, buna hansını verməyimizin fərqi yoxdur da. İkisi də bu dəqiqə süfrədə qalıbdı. Birini verərəm, məsələn ki, çiyələyi verərəm. Da çiyələyi verdik. Ha. Alim üzümü sevirdim. Davud. Cavid de var da burada. Deyirəm ax yoxsa tapa bilmir deyə. Tamam okey. Deməli, Cavid üzümlə banan verilibdi deyə Cavid məcbur çiyələyə götürür. Çiyələyə qalmadığına görə bu məcbur albalını götürür. Babəyə axır dalma qalır. Adamlardan birini unutmuşdum deyə mən də baxıram ki, axı sona hansı albay ilə çiyələk ikisi də qalıb axı. Səbəb də neymiş? Ada 8 diskdən ibarət güllə qurur. O aşağıdan ikinci diski çıxarır. Daha sonra alınan güllədə aşağıdan üçüncü diski çıxarır. Daha sonra alınan güllədə aşağıdan dördüncü diski çıxarır. Daha sonra alınan güllədə aşağıdan beşinci diski çıxarır. Adanın ən son gülləsi hansı olacaq? Deməli, o aşağıdan ikinci diski çıxartdı. Bax, bunu çıxartdı. Bu getsə göylə sarı artıq yanaşı olacaqlar, düzdürmü? İkinci diski çıxarır. Daha sonra alınan güllədə aşağıdan üçüncünü çıxarır. Alınanda artıq bu yoxdur axı. 1, 2, yəni bu 1-dir, ikinci deyil artıq. Bu yoxdur çünki. 1, 2, üçüncü bu olmuş olur. Bunu çıxarır bu səfər. Bu da getdi. Deməli, ikinci daha sonra alınan güllədən aşağıdan üçüncü, daha sonra alınan güllədə aşağıdan dördüncü diski çıxarır. Sonra da beşincini çıxarır. Deməli, 1, 2, 3, dördüncüyü də çıxartdı. Sonra 1, 2, 3, 4, 5-ci, yəni ən başdakını çıxartdı. Deməli, göy, sarı, ağ, göy. Göy, sarı, ağ, göy cavabımız olacaq nə? B variantı olmuş olacaq. Göylə başlayıb göylə qutaracaq. Keçiyor bir suala. Pingvin Peter hər gün balıq tutmağa gedir və həmişə 2 balası üçün 9 balıq tutur. Hər gün ilk gördüyü balasına 5 balıq, sonra gördüyü balasına 4 balıq verir. Son bir neçə gündə balalardan biri 26 balıq yeyib, digər bala neçə balıq yeyib. Deməli, hər dəfəsində birinə 5, birinə 4, birinə 5, birinə 4 verməklə 26-nı almışıq, düzdürmü? İndi baxaq. 26-nı biz hansı hallarda ala bilərik? 4, 4, 4, 4 və 5, 5-li ala bilirik 26-nı. Başqa necə sala bilirik 26-nı? 5-lərlə 4-lərlə başqa cür ala bilmirik də 26. 10-la 16 kimi almalıyıq da. Başqa 12 ilə 15 məsələn 17 edir yəni. Başqa halımız yoxdur, ancaq belə ala bilərik. 2 dənə 5-i qoyaram ki, 0 olsun, qalanlarını da 4-lə dolduraram. Bunun 4 aldığı günlər o birisi 5 alıb. Onun 5 aldığı günlər isə bu birisi 4 alıb. Bu birisi nə qədər alıb? 4 bekim 20 üstə gəlsin. 2 də 4 nə qədər deyir? 28 arasında bu birisi alıb. D variantı olacaq cavabımız. Çünki deyir axı 4 bu 4 alıbsa o birisi 5 alıbdı da. Bu 5 alıbsa da o birisi 4 alıbdı. 1-dən 7-yə qədər nömrələnmiş 7 kart 4 ədəd bir-birinin üzərinə çıxan çevrənin daxilində yerləşdirilib. Daxilinə yerləşdirilib. Hər çevrənin daxilindəki ədədlərin cəmi 10-a bərabərdir. Sual işarəsinin yerində hansı ədəd olacaq? Hər çevrənin daxilindəki ədədlərin cəmi 10-a bərabərdirsə, bu 6 ilə 4 bu məcburdur 4 olmağa. Bu məcburdur 7 olmağa. Düzdürmü? İndi bunların ikisində də bu ədəd ortaqdır. Ona görə buna x deyə bilərəm. Doğrudurmu? 4 üstə gəl, nəsə üstə gəlir x-la. Birində 4 var, birində 7 var, görürsünüz. Bu dairələri, bu tipli suallardan eləmək lazımdır. Bunun hazırda bundan 3 ədəd əksiyi var. Bura nə yazırıqsa yazaq, fərqi yoxdur da. Birisi o birisindən 3 vahid çox olmalıdır, məcburdur. Bu zamanda onu keçməmək üçün
Mən bura nə edə bilərəm? Məsələn, tut ki, bura 2 qoysam, məsələn deyirəm. Bura 2 qoysam, bura məcbur 5 qoymalıyam. Yaxşımı? Məsələn, bura 1 qoysam, bura məcbur nə etməliyəm? Ondan 3% çox 4 qoymalıyam. Və bizdə belə bir şey deyir. 1-dən 7-yə qədər nömrələnmiş 7 kart 4 ədəd bir-birinin üzərində çıxan. Yəni 1-dən 7-yə qədərsə 2-dən 4 düşmüş olacaq əgər mən bura 1 qoysam. Yenə deyirəm 3 vahid qoymağımın səbəbi nədir? Bunların ikisi də 10-a çatmalıdırsa və ortaq bir rəqəmləri varsa, bu axı ondan bir dəqiqə 3 vahid əksikdir. Bunu tamamlamaq lazımdır da. Yəni bura mən nə yazsam, onu 3 vahid bura çoxunu yazmalıyam və bura 2 bura 1 yazanda 3 vahid çoxu 4. 2-dən 4 olmasın deyə mən məcburam nə etməyə? Bura 2 atıram ki, bura nə düşsün? 5 düşsün. Və avtomatik olaraq bura nə olur? 1 olmuş olur ki, hər ikisində ortaq ədəd odur. Bizdə də sual işarəsini soruşurdu. Cavabımız olacaq nə? A variantı olmuş olacaq. 14. Lukas bir başı, bir quyruğu və aralarında bir, 2 və ya 3 bədən orta bədən hissəsi. Nə? Lukas parçaları çevirmədən neçə fərqli tırtıl düzəldə bilər? Baş və quyruq sabitdir də, düzdür? Bunlar sabitdir. Buna A deyək, B deyək, C deyək, D deyək, Y deyək. Bir başı və bir quyruq olmalıdır. A ilə Y həmişə olacaq. Deməli, A ilə Y var. B ilə C ardıcıl gələ bilməzlər. Çünki B-nin görürsüz keçən yeri. Ümumiyyətlə, B heç vaxt ikinci gələnməz. İkinci həmişə C ilə D gələ bilər. Yəni, A-dan sonra C gələ bilər, A-dan sonra D gələ bilər. Başqa hal yoxdur. Çünki bunların buraları görürsüz yumrudur, bura keçən yerdə yumrudur. C-nin dalıca ancaq B gələ bilər. C-nin dalıca ancaq B gələ bilər. Başqa gələnməz ki, C-nin dalıca B gələ bilər. B-dən sonra da zaten Y gələcək. Bir də ki, D-nin dalıca isə ancaq C gələ bilər. Bu da belə. Bu şəkildə ola bilər. C-nin dalıca B, D-nin dalıca isə C gələ bilər. Burada da Y olacaq zaten. D-nin dalıca C gələndə də keçirdim. B-nin arxasında da bu keçirəm. A-dan sonra C olanda C-dən sonra məcbur B gəlməlidir. A-dan sonra D olanda isə D-nin dalıca məcbur C gəlməlidir. Amma indi belə bir şey var da. Bir dəfə də çölə bilərəm. A-nın dalıca D, C-dən sonra B gələ bilər axı. C-dən sonra bir dəfə B-ni gətirib bir dəfə də. Bu ən uzun olacaq da elə bil ki. Yəni 3 dənə cavab da bilir də. A, C, B-yə cüdə bilir. A, D, C-yə cüdə bilir birinə. A, D, C-yə cüdə bilir. A, D, C, B-yə. Belə. Amma bununla bitdi mi? Yox. Xırda da düzədə bilər də. Bir bədənlilər də ola bilər axı. Biz düzəltdiklərimiz 4, 2 bədənlilərdir. Bir bədənlər necə ola bilirlər? Buna birbaşa keçənlər də. O da hansı ola bilər ancaq? A-dan sonra C, sonra da Y gələndə. A-dan sonra C, sonra da Y gələndə də ola bilər. Bu da ola bilər. Bu da ən xırdasıdır. Belə. Yəni əsas məsələ nə idi? Buradakı ardıcıllıqlar. Yəni C-dən sonra B gələ bilər, bunlar bütöv ola bilərlər. D-dən sonra C gələ bilər. Ardıcıllıqları gözləyəndə gerisi asandır da, yəni. Bu ikisi bütöv parçalarda istifadə olunacaq. Digəri isə A-C-yə isə birbaşa istifadə oluna bilər. Ümumi oldu 4 dənə B variantı. Yaxşı. Digər sualımıza baxaq. 15-ci sual. Külək və yağışla bağlı dayanmadan işıqlar tez-tez sönür deyəm. Böyük ehtimal ki, indi burada eyni suala neçə dəfə baxdığımı bilmirsiniz. Bəzi suallar artıq bəlkə 3 dəfə baxmışam, ortasında sönüb yanıb işıqlar. Biraz bugün zəhrəmiz tökübdür. Və baxıram suala, suallardan ona görə artıq bezmişəm, suallara baxmaq istəmirəm. Yəni təxmini kayıt nə qədərdir bu dəqiqə? Ümumi kayıt artısa bir bu dəqiqə üçündə hamısı bir yerdə artısa bir 36 36-dır. 36-cı dəqiqədir. Amma siz yəqin ki 15-ci 16-cı dəqiqəsinə baxırsınız bu dəqiqə videonun. Montajla böyük ehtimalle bir şey olacaq, bilmirəm. Nəysə. Sistemim sizə deyil, külək və yağışa. Əslində külək və yağışa da deyil sistemim. Yəni küləklə yağışın nə günahı var? Elektrik sistemində də böyük arıza.
Son 1-dən 4-ə qədər ədədləri kağıza yazır. Daha sonra o kağızı çevirərək 5-dən 8-ə kimi ədədləri göstərildiyi kimi yazır. Mhm. 1-dən 4-ə qədər ədədləri kağıza yazır. Aha. Daha sonra o kağızı çevirərək hə, yəni belə fırladıb arxasında da 6, 7, 8, 5 kimi yazır. Sual işarələri göstərilmiş ədədlərin cəmi neçədir? Mhm. Kağız belə çevriləndə avtomatik olaraq 2 o biri tərəfə düşür. Yəni 6 ilə 2 eyni kağızdadır. 1 ilə 7 eyni kağızdadır. Deməli 3 ilə 8 eyni kağızdadır, 5 ilə də 4. Çünki məsələn tutaq ki, belə baxanda bu dəqiqə mən əlim, barmağım hansı tərəfə baxır? Sola doğru baxırdı, düzdürmü? Bu fırlananda avtomatik sağa düşür də, yəni. Burada da eynən bir soldaydısa, çevriləndə sağda olur. Ona görə də 7 ilə 1 eynidir. Və fikir versinizsə, bir dənə bu işləri çorba. 5 ilə 8-in yeri dəyişiyor olsaydı super olardı. Onda hamısının cəmi 8 olacaqdı. Amma bilərəkdən bunu belə qoyublar. O zaman deməli 5-ci nədir? Burada 4-dür, 6-cı 2-dir. Bunlarla işimiz yoxdur. 4 ilə 2 burdadır. 6-cı da 2-dir. Qalıb nə? 1 ilə 3. Yoxdular bunlar. 1 ilə 3-cülər də ikisi birlikdə nə olacaq? 4 olmuş olacaqlar. Yaxşı, davam. Döşəmə 2 növ parket ilə döşənib. Aha, bu ikisini. Amma görünə şey görünür. Bir-birini elə belə altından keçib üstündən çıxmışlar kimi görünür. Görürsən, həqiqətən də belə bir parketdən düşsə belə çıxarmı? Böyük ehtimal çıxmaz burada, amma çox qəşəng çıxıb. Bəyəndim. Düzbucaqların ölçüləri 23-ün 11 santimetrədir. Düzbucağının ölçüləri 23 santimetr, 11 santimetrdir. Şəkildə döşəmənin bir hissəsi verilib. Kvadrat parketlərin tərəflərinin uzunluğu nə qədərdir? Böyük ehtimal ki, bir yerdən sonra nəsə bir şey mi düşür? Orta cəhət mi düşür? Necə? Bu belə çox sadədir axı. Yəqin ki, sadə olmalıdır, bilmirəm. Mən daha mürəkkəb bir şey gözləyirdim deyə sadə olmağına şaşırdım. Deməli gördüyünüz kimi bunun bir dənəsinin uzunluğu bir dənəsinin eni plus 2 də kvadrata bərabərdir, düzdürmü? Yəni bunun bir dənəsinin uzunluğuna nə tuş gəlir? Özünün eni və 2 də qara kvadrat. Yəni qısacası 23 bərabər olmalıdır özünün eni və 2 də kvadratın uzunluğu. Yəni 2 dənə x deyək də, əgər kvadratın bir tərəfinə x desək. O zaman da 23-dən çıxdıq 11-i qaldı yerdə neçə? 12 deməli hərəsinə nə qədər düşürmüş? 6, 6 düşürmüş bunların ki. Gördüyünüz kimi bax bu hissə 6-dır, bu hissə də 6-dır və bunun özünün 11 olduğunu bildik də, öz deyibdi. 23-ün 11-ədir. Və həqiqətən də 11 üstəgəlsə 6, 6 bizə nə verir? 23-ü. Bunun uzunluğunu verir ki, özü də 10-dur. Qeydləmişdim. Kvadrat paketlərin tərəfinin uzunluğu nə qədərmiş? 6 santimetrmiş. Cavabımız olacaq D variantı. Keçək bir digər suala. Şagirdin üzərində ədədlər yazılmış 3 kartı var. Onların cəmi 782-dir. Əfsus ki, qurd bütün kağızların bəzi hissələrini yeyib. Yeyilmiş rəqəmlərin cəmi neçədir? Cəmi 482 imiş. Tamam. A, B, burada şey deyək. 2A3 üstə gəlsin 1B 4 üstə gəlsin 410C. Cəmi 782 imişsə, bununla bu 7 edir, düzdürmü? Bizim 2 almamız üçün C məcbur nə olmalıdır? 5 olmalıdır, düzdür? Bax, bura 782-dirsə, C məcburdur 5 olmağa. Dərhal yerinə yazıram 5-ini. C oldu 5. Burada yazdım 5-ini. Bunun tərsə yazmaq olmamış. Bu da oldu 5. İndi bura 7 plus 5 12 lədiyinə görə 1 yadda qaldı, düzdür? Bura 1 keçəcək.
A üstə gəlsin, B üstə gəlsin. Biri sənədir 8 edir. Bizdən deyir ki, qurd funksiyonu yeyib rəqəmlərin cəmini istəyir. Görürsünüzmü? Çünki mən burada A ilə B-nin nə olduğunu tapa bilmərəm. 2 üstə gəl 1 3-dür. 3-ün üstünə 4 gələndə 7 edir. Deməli buradan bura yadda 1 keçməyib ki, 2 ilə 1 3, 3-ün üstünə 4 gələndə 7 edir. Deməli bunların cəmləri neçə eləməlidir A ilə B-nin cəmi? Üstünə 1 gələndə 8 deyirsə A ilə B birlikdə 7-dir. Yəni A üstə gəlsin B ikisi birlikdə 7-yə bərabərdirlər. Və indi burada bir şey atlayırıq da. Əgər biz bu ikisini 7 desək, bu da 1-dir, 8 alınıb. Axı buradan da 1 yadda qalmışdı. Deməli A ilə B-nin yerinə 7 yox, nə yaza bilərik? 6 yaza bilərik ki, A ilə B 6-dır. Üstünə aşağıdakı 1 gələndə 7, yaddakı 1 də gələndə nə olur? 8 olmuş olur. A ilə B-nin cəmi 6, C isə nədir? 5-dir. İki birlikdə nə olurlar? 11 olmuş olurlar. Cavabımız olur D variantı. Bax, az qalsa mən də o hissəni unudurdum. Yaddakı biri az qala unudurdum. Son anda Türklər demiş fark etdim. Ləman bəzi fiqurların çəkisini ölçür. 200 qram, 100 qram, 240 qram falanlar fistanlar. Tamam. Bu ikisi 200 qram, bu ise 100 qramdır. Bu ikisi ise 240 qramdır. Aha. Bu ne kadar olar değil. Hərəsindən bir də qoyanda mı? İndi bu ikisi 240 qramdır, düzdürmü? Nələrə eksik falan, dairələr. Yəni 200 ilə 100-ü toplayaram. Elər 300. Yəni bunları qoyanda, yanına da bir də dairə qoyanda 300 edir. Yəni bununla bu ikisi birlikdə 300 edir. Amma bundan bu isə 240-dır. İstəsəz belə daha aydınlaşa bilərsiniz. İnşallah buna A deyəcəm, buna B deyəcəm, buna C deyəcəm. Yəni belə düşünün də. A üstə gəl, B üstə gəl, C üstə gəl, C bərabər yerinə qədər 300. Amma təkcə A üstə gəl B nə qədər eləyir? 240. İndi AB-ni gətirib burada yerinə qoya bilərəm də, düzdür? 240 üstə gəlsin 2 dənə C, bax C bərabərsə 300-ə. Deməli 2 də C nəyə bərabərdir? 60-a. Yəni C-nin biri nəyə bərabər olmuş olur? 30-a bərabər olmuş olur. Deməli C 30 imiş ki, A 170 imiş. C 30 imiş ki, B 70 imiş ki. Həqiqətən də B 70, A 170 ikisi birlikdə 240 olmuş olurlar. Deməli, zaten bunları yazmağa ehtiyac yoxdur. A ilə B-nin ikisinin birlikdə 240 olduğunu bildik. Bunlar ikisi birlikdə 240-dır. C'miz nə qədərdir? 30-dur. 3-ü birlikdə eləyir nə qədər? 270 olmuş olur. Ki bunun başqa yolları da var, amma sizin üçün ən uyğunum bunu gördüm. Yəni bunun başqa əslində də yolları var. Tapmağın. Yollardan biri məsələn bunların hamısından, məsələn bir də yol deyim sizə. Şəkillərin hamısını sayanda görürsən ki, bax 1 2 dənə düzbucaqlı var. 2 dənə üçbucaq var. 2 dənə dairə var. Əgər hamısından 2 dənədirsə, onda bu toplayıb 2-yə bölə bilərsiniz. Çünki burada hərəsindən bir dənə var. Hərəsindən 2 dənə olanlar 200, üstə gəl 100, üstə gəl 240. Hamısı birlikdə 540 edirlərsə, düzdürmü? Hərəsindən 2 də. Burada hərəsindən bir dənədirsə, deməli mən 540-ı 2-yə böləndə düzgün cavabı almış ola bilərəm. Amma bu həmişə işə yaramır. O səbəbdən bunu demədim. Bu həmişə işə yaramır. Hərəsindən eyni sayda olanda işə yarayır, hə. Məsələn, burada 2 dənəsini verib, burada bir dənəsini soruşsa 2-yə böləsən. Yox, burada 3 dənə var idisə, 3 dənə dairə, 3 dənə düzbucaqlı, 3 də üçbucaq varsa, o zaman 3-ə böləsən. Bu qayda da var. Amma hər zaman işə yaramır deyə ona çox vaxt demirəm. Gəzintidə 60 uşaq var. Onlar sırayla düzüldükdə köynəklərinin rəngi sarı, yaşıl olaraq sıralanır. Çantalarının rəngi isə qırmızı, qəhvəyi, narıncı, qırmızı. Oy. Deməli, şimdisə Sumkavidiyə fərqli alıb. Neçə uşaq sarı köynək və eyni zamanda narıncı çanta geyinib? Tamam. Baxaq. 60 uşaq yoxdur. Sarı, yaşıl deyə gedirlər bunlar. Düzdürmü? İndi biz görün nə edəcəyik də. Bunun yerinə 1, 2, 3, 4 deyə yazsaq. Sarı, yaşıl. Nə görürsünüz burada? Görürsünüz ki, tək ədədlər sarılara düşür, cüt ədədlər isə yaşıllara.
5, 6, 7, 8, 9, 10-a kimi yazacağam? Əslində yazmasında olardı. Sadəcə rahat görə biləsiniz deyə bunu yazacağam ki, rahat da görəsiniz. Ardından isə çantaların rəngi isə qırmızı, qəhvəyi, narıncı. Deməli, qırmızı, qəhvəyini K yazacaq ki, kahveyi kimdə, yəni 2-də q yazmayaq. Qırmızı, qəhvəyi, bir də narıncı. Qırmızı, qəhvəyi, narıncı, qırmızı, qəhvəyi, narıncı, qırmızı deyə də bunlar gedirlər. İndi bizdən soruşur ki, sarı və neçə uşaq sarı köynək və eyni zamanda narıncı çanta geyinib. Bax, indi buna diqqətlə baxın. Köynəyi sarı olmalıdır. Sumkası isə nə olmalıdır? Narıncı. Fikir versinizsə bunlara görün hansılar düşürlər. Sarı və narıncı. Növbəti dəfə gəlir nə? Sarı və narıncı gəlir nə edir? Bura düşür. Yəni 1-dən 60-a qədər 3-ə bölünən amma cüt olmayan ədədlərdir bunlar. Məsələn 6 da 3-ə bölünür amma cütdür. Onları saymayacağıq. Bu tipli şeyə deyirlər ki, onlar say qaydası. Say düsturu bərabərdir nə? Daha doğrusu say qaydası deyil, sayım qaydasıdır, yəni say düsturudur. Sonuncu 1-dən 60-a qədər sonuncu 3-ə bölünən, amma 6-ya bölünməyən ədəd hansıdır? Birinci növbədə onu götürürük. Bu ədəd edir nə? 57. Çıxırıq ən birinci 3-ü və neçəyə bölürük? Neçə artırlarsa ona. Birinci 3 gəlib, sonra 9 gəlib. Bunlar neçə artırlar? 6, 6. 9-dan sonra deməli sonra 12 gələcək. 12-yi götürmürük çünki onda nə olur? 12-yi götürəndə sarı ilə tutaq ki, qəhvə rəngi olur da. Amma o birisi təzədən nə olacaq? Narıncı rəngə düşəcək. Məsələn, bunu davam etdirsək 11 sarıdır. Qırmızıdan sonra nə gəldi? Bu gəlirdi. 12 bax yaşıldır. Hə, 12-də isə köynək şey olur. 12-də yaşıldır. Bu düzdür, narıncıdır, amma köynək səhv olur. Hə, tamam, okey. 12-lərdə elə bil ki, cütlərdə köynək sarıyıq, yaşıla düşür. Bayaqlar əvvəldə mən sənə demişdim. Demişdim sarılar təklərə düşür, yaşıllar cütlərə düşür də gördüyünüz kimi. Ona görə götürməyin. Həqiqətən də baxın, bundan sonraki 9 yox, bir sonrakına baxın. Sarı, yaşıl, sarı, hə, bax burada düşəcək. Deməli, qəhvəyi, qırmızı karismi bir dənə narıncı. Burada da yenə də 13, 14, 15 görürsünüz ki, təzədən elədi, düşdü. Həqiqətən də 9-dan sonra da nədir? Üstə gəl 6 olanda 15-ci, yəni bu 6 artdığını görürsünüz. 57 çıxılsın 3 bölünsün 6 üstə gəlsin 1. 57-dən çıxanda 54, deməli 6-ya böləndə 14 sənə bir gəldi deyir nə? 10 yox. Mən nə hesabladım, sözüm məmədim. 57 çıxılsın 3, 54, 6-ya böləndə 9 sənə bir gəldi deyir nə? 10. Cavabımız olur nə? Y variantı olmuş olur. Bu düsturun bir də ümumi halını yazın. Bəziləriniz çoxunuz bilir. Kanalda da var. Say düsturunun qaydası deməli say bərabərdir hər zaman. Şərtə uyğun sonuncu çıxılsın şərtə uyğun birinci bölünsün artım üstə gəl 1. Bax bu şəkildədir və buradakı sonuncu birinci və artım isə həmişə şərtə uyğun olmalıdır mütləq şəkildə. İstənilən də ola bilməz. Şərtə uyğun sonuncu. Məsələn 3-ə bölünənin sonuncusunu yazmalısan, 2-yə bölünənin sonuncusunu və yaxud da o ardıcıllıqdakı sonuncusunu nə etməlisən yazmalısan. Bu şəkildə. Bu qaydaya riayət etsəz düz cavab alacaqsınız, əks halda xeyr. 20-ci suala deyir, verilən hesablamalarda eyni fiqurların altında eyni rəqəmlər var, fərqli fiqurların altında fərqli rəqəmlər var. Yaxşı. Kimdən qaldı? Əvəz etmə üsulu ilə eləsək, heç bir rəqəm, axırda da vurmalarını istəyir. Vurma istəyirsə variantla da getməli. 15-i mən nəyini ala bilərəm? 1 vur, 3 vur, 5 ilə ala bilərəm. 18-i 1 vur, 3 vur, 6 və ya 1 vur, 2 vur, 9 ilə. Çünki rəqəmdən söhbət gedir deyə. 28-i 1 vur, 4 vur, 7 ilə ala bilərəm. Başqa 1, 2, 14 olmaz rəqəm dediyinə görə. 30-u da 1 vur, 5 vur, 6 ilə ala bilərəm. Ancaq bunlar ola bilər də cavabları düzdür, deməm. 1, 3, 5-i yoxlayaq. Deməli, buna 3, 3 verdim, 5, 1 olmaz. B variantı heç vaxt olmur. 1, 3, 6, 3, 3. 6, 1, 1, 1 yox olmaz. 28-də 4, 7, 7, 4, 1, 4, 4, 7, 1, 4, 4, 7, 1, 7, 1. Orada nəsə sıxıntı yarandı, nə onda, elə olanda. Deyən görə 1, 5, 6 da yenə olacaq da.
Ha, bəlkə burada vurma olmalıdır, araları vurma olmalıdır. Vurma kimi də baxım. 3-3 5 vur 1 olmaz da. 3-3 6-1 olsa məsələn, tutaq ki 3-3 6 vurulsun 1 olsa bu səfər nə olacaq? 1 üstə gəlsin 3 6 6 36 7 çıxır. Onda böyük ehtimal bu şeydir. İkisi yanaşılıyanda ədəd olurlar bunlar. 2 rəqəm yanaşılıyanda bunlar normal tərəzilər kimi deyildi. Yəni sən toplayanda böyük ehtimal bunlar ədəd olurlar onda. Baxaq. Ədəd danış edir. Məsələn 5 5 10-sa 1 0 olmalıdır məsələn. Yoxdur o. 1 3 6 məsələn 3 3 o heç 6 2 rəqəmli ədəd verməlidir. 2 rəqəmli ədəddə ki 2 9 verə bilər. Hə 2 9. Ay 1 1 onda eyni olmalıdır. Məsələn burada ola bilər. 2 üstə gəl 9 1 1 ola bilər. 4 4 7. Hə bu verir bax. 7 üstə gəl 7 14 olur. 4 üstə gəl 7 11 olur. Hə şu. Ödə bu ödəyir. 1 vur 4 vur 7-də 28 verir. Cavabımız olur hə. D variantı. Maraqlı. 21. Hər sırada və hər sütunda tam olaraq 2 qurbağa var. Qurbağalar qərara gəlirlər ki, onlardan ikisi qonşudakı boş xanaya eyni anda hoppansınlar. Qonşu xanalar ortaq tərəf olan xanalardır. Bundan sonra yenə hər sıra və hər sütunda tam olaraq 2 qurbağa olacaq. Böyük ehtimal əsnədiyim yerləri falan da kəsməyəcəm. Sonra deyirlər ki, müəllim niyə sualları səhv tapır? Başa düşün ki, müəllim suallara baxanda heç zaretkası qalmır suallara baxmağa. İki qurbağa var, tamam. Qərara gəlirlər ki, onlardan ikisi qonşudakı boş xanaya eyni anda hoppansınlar. Qonşu xanalar ortaq tərəf olan xanalardır. Bundan sonra yenə hər sıra və hər sütunda tam olaraq 2 qurbağa olacaq. Qurbağalar bunu neçə yolla edə bilərlər? Bununla bu hoppansa ola bilər, düzdürmü? Belə-belə. Belə-belə eləyə bilərlər. Deməli 1 bu yoldur. Belə-belə hoppanacaq. 2 bu yoldur. Bunlarla bitdi işimiz. Yəni burada hansı eləyə bilər onu? Bu hoppanı, bu hoppana bilər. Bir də bu yol var. Elədi 3. Elədi 3. Bu yuxarı yapana bu aşağı yapana bilər. Yuxarı yapana bu aşağı yapana bilər. Elədi 4. Bu xananla bağlı başqa nə edə bilərik? Bununla bununkilar saymışıq. Bu buraxdansa 3 olur. Bu gərək dala qayıtsın. Onu hesabladıq da. Ya hesablamadıq. Bir dəqiqə, bunun yuxarıya atlandığı, bunun sağa atlandığı variant 2 də bu idi. İndi bu sola hoppansa, bu sağa hoppanacaq. 3. Bu aşağı hoppansa, bu yuxarı hoppanacaq. Ay yox, bu aşağı və yuxarı olsa onda şey olur. Orta boş qalır. Üçüncü olurlar. Yox, yox, belə olmaz. Bu aşağı hoppansa, bu aşağı hoppansa, gərək bu yuxarı hoppana. Bunun olur 4. 5-ci çıxmır elə 4-dədir deyəsən. Bunun yuxarıya və sağa gəldiyi hallar 2 də budur. Bunun sağa, bunun sola gəldiyi hal 3. Bunun aşağıya, bunun yuxarıya gəldiyi hal 4. Bu da zaten onunla bir yerdə hərəkətləyirdi də. İşte başqa halımız yoxdur. Bu zaten ancaq sağa gedə bilir. Bunun bir halı var. O da bununlandır. Bu sadəcə aşağı gələ bilir. Bunda bir halı var. Başqa bir şey. Bu iki yerə gedə bilmir. 4 dənə D variantıdır. Bayaq sualdan sonra hər suala şübhənə yaxınlaşıram şey.
Aşağıdakı figürdə 9 hissədən ibarət arı pətəyi verilib. Hissələrin bəzilərində bal var, hissələrin üzərindəki ədədlər qonşu hissələrin hissəsində bal olduğunu göstərir. Ortaq tərəfi olan iki hissə qonşu hissə sayılır. Pətəyin neçə hissəsində bal var? Aşağıdakı figürdə 9 hissədən ibarət arı pətəyi verilib. Hissələrindən bəzilərində bal var, hissələrin üzərindəki ədədlər qonşu hissələrin neçəsində bal olduğunu göstərir. Burada 4-ündə bal var deyir, hə? Şey kimidir, Minesweeper oyunu kimidir bu. Üstünə basında partlayır o kimidir. Bu deyir ki, ikisində bal var deyir. Burada ikisində bal var. Deməli, bax, bunda bal var, bunda bal var. Özləri də görəsən nömrə göstərirlərmi, ya yox? Bax, o maraqlıdır. Sən bu göstərirsə, bu göstərirmi görsən? Göstərirsə, onda bunların üçündə də bal var deməkdir. Bunda var, bir də bu ikisində bal var. Hissələrdən bəzilərində bal var. Hissələrin üzərindəki ədədlər qonşu hissələrində neçəsində bal olduğunu göstərir. Ortaq tərəfi olan iki hissə qonşu hissə sayılır. Ortaq tərəfi olan iki hissə qonşu hissə sayılır. O zaman bu özündəkini demir də, qonşularındakini deyilsə baxın. Bax, bu deyir ki, mənim iki qonşumda bal var. 2 də qonşusu zaten 3-dən 4-də, düzdürmü? 3-dən 4-də bal varsa, deməli bax bu ikisində bal var. 1. İkinci 3 deyirdi ki, 3 dənə qonşumda bal var. Deməli onda belə çıxır ki, bunun iki qonşusu bunda zaten var, bir də bunlarda da bal var. Bu 4 deyirdi. 4 1 2 3 bir də bunun özü olacaq onda. Yəni bu onda 4 ödənmir şərt, əgər 3-ü götürsək. Deməli bu 3-də bal yoxdur. O 3-də bal yoxdur. Bu 3-ün dediyi biri budur, biri budur, biri budur ki, bu 4 şərti ödəsin. 4 də 1 2 3 və bunun özü olacaq. 4 də şərt ödəsin. İndi sıra bu 4-dədir. Bunda bal olmadığını 100% bildik. 4-dəki bu və bunda varsa, bu şərti ödəmək üçün budur. 3 şərti ödənməsi üçün 1, 2, 3 də qonşusu var. Deməli, bunda da bal olmalıdır mütləq ki, bu 3 şərti ödənsin. Bunda bal var. Bu 4 ödəndə artıq 1, 2, 3, 4 dədirsə, deməli, bunda bal yoxdur. 100%. Yoxsa bu 5 olacaq. Ona görə nədir? Bir də bunun qonşusunda bal var. Deməli, bunun özündə bal yoxdur. Nə də bunda bal yoxdur. Bunun çünki deyir ki, bir qonşumda bal var, o da 4-dür. Bu deyir 3 qonşumda bal var, daha elə bunlar 3 dənədir. Bu da bir qonşusunda. Pətəyin neçə hissəsində bal var? Deməli, 1, 2, 3, 4, 5, 6-sında bal var. Qəşəng sual idi. Qız bir masaya yaxınlaşaraq oradan bir neçə peçeniyə götürür. Hə, 3 qız bir masaya yaxınlaşaraq oradan bir neçə peçeniyə. 23 3 dalbadal gəlibdi deyə beyin avtomatik bunu ignore elədi. Bir masaya yaxınlaşır, oradan bir neçə peçeniyə götürürlər. Bir qız mümkün bütün ürək formalı peçeniyeləri götürür. Digər qız bütün mümkün ağ peçeniyeləri götürür. Bu deyəsən kenguru kitabında bu tipdə bir sual vardı. Belə bir sual nəsə yadıma gəlir. Bəlkə də uşaqlar atılmışlar. 2024-cü ildən baxmışam. Bilmirəm, amma bu sual mənə çox tanışdı nəsə. Hə, D variantının üstünü örtmüşük. Biraz da aşağı götürə bilərik. Olmur desə ancaq bir. Hə, görünür də susur. Yaxşı. Üç qız bir masaya yaxınlaşar, oradan bir neçə peçeniyə götürürlər. Peçeniyelərdən bəs deməli, bir qız mümkün bütün ürək formalı peçeniyə götürür, digər qız bütün mümkün ağ peçeniyeləri götürür, bir digər qız bütün böyük peçeniyeləri götürür. Lakin onlar mütləq verilmiş sırayla masaya yaxınlaşmaq məcburiyyətində deyillər. Qızlardan biri 3, digəri 6, digəri isə 7 peçeniyə götürüb. Aha. 7 də hansıdır? Ən çox 7 də 1, 2, 3, 4, 5, 6, 7. Balacaların sayı çoxdur. 7 deməli ağlar da 1, 2, 3, 4, 5, 6, 7. Afşo. Deməli bu ağları götürüb. Bu ağların hamısını götürübdü. Ağların hamısını götürdü bu. Tamam. İkincisi 3 peçeniyə götürübsə, deməli o zaman nə baş verib ki bu 3 dənəsini götürüb?
Hmm. 3 tane axı ne var burada? Biri ağlarla 1, 2, 4, 5, 6, 7'sini götürürsən. Qızlardan biri isə digəri isə 6 dərsin götürübdür. Hmm. Ürəkləri götürsəydi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 də ürək var idi. Gözün görək. 7 götürən qızlardan biri 3 götürür. Bu 3 hiss olunur ki, məcburiyyətdəndir. Digər qız bütün mümkün ağ peçenyeləri götürür. Bu birinci yaxınlaşma. Bu yaxınlaşsaydı 1, 2, 3, 4, 5, 6, 7 götürən olacaq, düzdürmü? Deməli bu birinci yaxınlaşma. Bir qız bütün ürək formalı peçenyeləri götürür. Ürək formalılarda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 də ürək forma var. Hı -hı. Və bu da birinci yaxınlaşmayıbdı. Bir digər qız bütün böyük peçenyeləri götürür. 1, 2, 3, 4, 5, 6, 7. Hə, böyüklərin də sayı 7-ymiş. Deməli, birinci qızı gəlir bu böyükləri götürür, qəşəng gözəl. Bunları götürdü. Aha. 7-dən olan böyükləri götürübdü. 3-dənə olan gəlib, deməli 6-dan olan sonra yaxınlaşıb bütün mümkün ürəkləri götürübdü bu. 6 dənə də ürəkləri götürübdü, ürəkləri. Bu 3 dənə də məcbur 3 də ağ götürübdü. Ağları. Aha. Deməli, cavablarda 3 ağ var, Y variantıdır. 3 dənə ağ götürübdü. Ya bütün böyüklər olmalıdır, elə bir sıra yoxdur. Ya bütün ürəklər həmişə Y variantıdır. Göz bu ardıcıllıqla tapmaq olur. 2 növ blok var, bu və bu. Aha. Deməli, bunun üstündən bu ikisini birləşdirəndə nə olur? Bütöv olur ya da bunun 4 dənəsini birləşdirəndə, hə? Böyük kub balaca kublardan ibarətdir. Böyük kub qurmaq üçün az neçə ağ blok lazımdır. Deməli, burada mən 4 dənənin birləşdiyini görürəm. 4 dənəsi buradadır. Düzdürmü? Ən az dediyinə görə buradakı bir dənə ağdır. Bu qırmızı ilə ağ birləşəndə bax elə bir ki, ağı bunun üstünə qoyub fırladıb bu şəkildə qoyanda bura qırmızı düşür, bura onun ağın burası gördüyünüz kimi bir tərəf uzunluğundadır. Burada cəmi bir dənədir. O zaman mən sayla gedim də. Burada 4 dənədir, 1 dənədir, 4 dənədir, 1 dənədir, burada da 1 dənədirsə, arxada o görünməyən yerlər var. Orada da məsələn mən burada bu dəqiqə üçün 8, 3, 7-sini görürəm də. Cəmi 1 dənəsini görmürəm. Bax bunun altındakının heç yerini görmürəm. Orada da ki ən az dediyinə görə bundan bir dənə olmalıdır. Cavaba qaçıb 8, 11-i işarələməyin də. O birisi qırmızı tək başına ola bilməz axı. Orada da bir dənə ağ olmaq məcburiyyətində. Ən az dediyinə görə bir dənə ağ qoyacağam. Ən altda o görünməyən. Bax bunun altındakı. Bax bunun altındakından bir dəyə bundan verirəm. Onlar 12. Aha, cavablarda 12 yoxdur. Nə gözəl. 4, 4, 8, 9, 10, 11 cavablarda. Sorry. Bəs bu. Bunda da bir dənə var axı. Bunda da bir dənə var. Bunda da bir dənə var. Bunda zaten eynidir. Onları unutmuşdum mən. Bir də altdakında da bir dənə ağ var. Altda da bir dənə ağ var. Hı. Yaxşı ki cavabda 12 yox idi. Mən sizə gülüb özüm cavabı götürəcəydim. 4 üstə gəlsin, 4 üstə gəlsin. 1, 2, 3, 4, 5, 6 da bu. Cavab olur nə? 14 olmuş olur. Cavabımız olur D variantı. Hı. İyi. 24 də sağ olur. 3-cü dövrün səhvlərdə. Bitirmişik. Belə dostlar, növbəti videoda böyük ehtimalla 2024-cü il 5-6-cı siniflərin də suallarını paylaşacağam. Sizin həmçində 7-8-lərdir. Yəni bunları çalışdığım qədərlə 2024-ün hamısını paylaşmağa çalışacağam. Növbəti videolarda görüşmək ümidi ilə hələlik sağ olun.